Ağdam rayon prokuroru 2-ci səlahiyyət müddətinə təyin olunub. Bu barədə baş prokuror Kamran Əliyev əmri imzalayıb. Baş prokurorun əmri ilə Vasif Süleymanov 2-ci səlahiyyət müddətinə Ağdam rayon prokuroru təyin edilib. Daha 4 rayona prokuror təyin edilib. Belə ki, baş prokurorun əmrləri ilə Baş prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Elşad Əzimov Beyləqan rayon prokuroru vəzifəsinə təyin edilib. Kamran Əliyevin digər əmri ilə Fəxri Vahidoğlu Məmmədov yardımlı rayonu prokuroru təyin edilib. Baş prokurorun daha bir əmri ilə Anar Cəfərov 2-ci səlahiyyət müddətinə Ağstafa rayon prokuroru vəzifəsinə təyin olunub. Sadət Rüstəmova Qobustan, Nazim Babayev Qəbələ, Ceyhun Almasov Yevlax, Ramin Hüseynov Göyçay rayonuna prokuror təyin olunub. Qeyd edək ki, Sadət Rüstəmova, Anar Cəfərov, Nazim Babayev, Ramin Hüseynov, Ceyhun Almasov və Vasif Süleymanov vəzifələrinə yenidən təyin olunublar.